MHM vəsaitindən hansı cümlədə bitişdirici samit özünə aid olmayan funksiyadadır? Bitişdirici samitlərimiz yığınısı. Bunların funksiyası iki saiti bitişdirməkdir, yəni birləşdirməkdir, iki saitin ortasında gəlməkdir. Amma bəzən də saitlə samiti bitişdirir. Bu da onun özünə aid olmayan funksiyasıdır. A variantına baxaq. Babasıgil, baba sözün kökü A saiti ilə bitmişdir. Və buradakı sait deməli S samiti A və I saitlərini bitişdirib. Bu onun özünə aid olan funksiyasıdır. A getdi. C variantında tələ sözün kökü ə saiti. Buradakı ə isə yönlük halın şəkilçisidir. İkisi də saitdir. Y isə iki saiti bitişdirmişdir. Bu da onun özünə aid olan funksiyasıdır. D variantında atanı A burada saitdir. I da -5 saitdir. N isə yenə də saitləri bitişdirmişdir. Bu da özünə aid olan funksiyasıdır. Y variantında oxuması. S bitişdirici samiti A və I saitlərini bitişdirmişdir. Bu da onun özünə aid olan funksiyasıdır. Amma B variantında ondan sözünün kökü o saiti ilə dan çıxışlıq halın şəkilçisi D samiti ilə başlayır. Deməli, N bitişdiricisi o saiti ilə D samitini bitişdirmişdir. Bu da onun özünə aid olmayan funksiyasıdır. Düzgün variantımız B variantı.